Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun Əliyabad kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Nəzarət tədbiri zamanı bəzi nöqsanlar aşkarlanıb. Belə ki, bəzi dezobariyerlər quraşdırılmayıb, heyvan yemlərinin saxlanılması üçün zəruri şərait yaradılmayıb, eləcə də xəstə və sağlam heyvanların ayrılması üçün xüsusi izolyatorlar təşkil edilməyib. Aşkar olunan nöqsanlarla bağlı sahibkara icrası məcburi göstərişlər verilib. Biləsuvar rayonu Əliyabad kəndində yerləşən heyvan bazarında monitorinq həyata keçirilmişdir. Monitorinq zamanı həmin bazarda kollegiya qərarının bir neçə normalarının pozulduğu aşkar olunmuşdur. Belə ki, həmin bazarın giriş hissəsində müvafiq dezobariyerlər quraşdırılmamışdır. Heyvan bazarının daxilində müvafiq bölmələr təşkil olunmalıdır, təşkil olunmamışdır. Belə ki, müvafiq yemlərin saxlanılması sahəsi təşkil olunmamışdır. Sağlam heyvanların xəstə heyvanlarla ayırt edilməsi üçün xüsusi izolyatorlar təşkil olunmamışdır. Bundan başqa heyvanların boşaldılması və yaxud da maşınlara yerləşdirilməsi üçün müvafiq rampalar təşkil olunmamışdır. Tərəfimizdən həmin nöqsanlarla bağlı sahibkara müvafiq öz göstərişimiz verilmişdir. Həmin kollegiya qərarının icrası ilə əlaqədar olaraq Respublikanın Baş Dövlət Baytar Müfəttişinin 15 oktyabr 2025-ci il tarixi qərarına əsasən nöqsanları olan heyvan bazarlarının fəaliyyətinə müvəqqəti məhdudiyyət qoyulmuşdur. Qeyd etmək istəyirəm ki, heyvan bazarlarında bundan sonra sağlamlaşdırma işləri görüldükdən sonra onların yenidən fəaliyyətə başlamasına baxılacaqdır. Akta bildirir ki, epizootik sabitliyin qorunması və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq və bu müddət ərzində bazar ərazilərində sağlamlaşdırma işləri aparılacaq. Heyvan bazarlarının fəaliyyəti yalnız tələb olunan infrastruktur tamamlandıqdan və baytarlıq sanitariya tələblərinə uyğun şərait yaradıldıqdan sonra bərpa ediləcək. Elvin Qudratov, Səmil Quliyev, bugün informasiya proqramı üçün.